özünü agronom kimi sınadı. Adınız nədir? Vəzifə. Bu vəzifədə neçə ildə işləyirsiniz? Bu vəzifədə çoxdan. Yeni gübrenin hazırlanmasına el attı. Burada hazırda 1 milyon dənə baxın qurtdan var. İş yoktu demeyin. Zəhmətkeş həmişə öndə olmalıdır. Birazdan Zəhmət çəkəsən ki, yeyəsən də Bəli. çörək. Çörək kim verər adama? Heç kim. iş həmişə vara baxsaz, biləcəksiniz ki, işleyen üçün həmişə iş var. Onlar üçün də iş həmişə var, qurtlar üçün də. Salam, ATV-nin efirində iş həmişə var, efirdədir. Bugün mən yenə də maraqlı bir peşədə özümü sınayacağım və görürsünüz, arxamda mal peynidir. Bəli, bugün heyvandarlıq da eləyəcəm və bu mal peynindən hazırlanan bioloji gübrənin hazırlanması, emalı prosesini sizə göstərəcəm və həm də agronomluq edəcəm. Həqiqətən maraqlı bir proses olacaq. Əgər sizə də maraqlıdırsa, verilişimizi sonadan izləyin, çünki biz başladıq. Salam aleyküm. Salam aleyküm. Adım Fərid, sizin adınız? Ağadbaş. Vəzifəniz? Bakı Şəhər Baytarlıq İdarəsinin əməkdaşı, Samıç Baytarlıq. Sizin adınız? Buranın baytar həkim mehman. Həkimsiz. Adım? Mən də Fərid. Bugün siz mənə kömək edirsiniz bugünkü verilişdə. Ümumilikdə bugün nə iş təqdim edirsiniz mənə? Birinci soruşum, bu heyvanların mal-qaran vəziyyəti nətərdir? Yaxşıdır. Hə, Yaxşıdırlar? Hə, biz də burada elə profilaktik tədbirlər aparmağa gəlmişik. Hələ üst-üstə düşdü işiniz. Hə, peyvəndləməyə gəlmişik. Heyvanlar peyvənəcək. Hə, bugün həm də peyvənd işini göstərəcəyik. Peyvənd işi olacaq. Və indi sağım da var deyəsən. Bəli, sağım da var. Ondan sonra sahibkar özü də Hə, buradadır. sahibkarla da söhbət edəcəyik. O zaman biz daxil olaq içəri və verilişimizə başlayaq. Buyurun. Qardaş, gəlin indi sizinlə də inşallah çəkərik peyvəndləmə prosesi. O prosesi göstərərsiniz mənə. Bəlkə verəsiniz 10 giyinim mən. Zəhmət olmasa 10 giyinim. Gəlin, gəlin, Əli gəl. Bu inəklər nəsə fərqli inəklərdir, qardaş. Bunlar nəsə qulağında nömrələri zadı var. 69. Hamısı nömrələnir, bütün heyvanlar nömrələnir. Çünki onların açatı gedir. Bunlar Profilaktik sırf südlük heyvanlar. Bunların əti yeməlidir də. Bu əti nə yersən? Bəli, bəli. Olsun frenzisinə. Hə, o zaman başlayaq sağmağa qardaş. Qardaş, indi nə edirik ilk növbədə sağmaq üçün? Verin, aparın, verin. Bugün mən sizə kömək eləyəcəm, veriliş boyu. Hə, gedək sağımı göstərək. Gəl Əli, gəl. Nəsə vurub eləməz məni bu inəklər? Hə? Bizim operatordan qorxuram, o nəsə bu? Yox, bu at kimi atmırlar da ayaqlarını. Hə? Əli gəl, Əli gəl. Bu isti sudur. İsti suyunu yiyinirsiniz ki. Malın əmcəyin yoxsunda mikrofonu olur. Hə, əmcəyin yiyirsiniz malın. Malın. Deyən mən yuyum, ver mən yuyum, ver mən yuyum. Hə? Ver mən yuyum, atmaz. Atsın da. Təpik dal-dal atacaq, nətər atacaq? Görürsən, südü içmək üçün nə qədər işi var. Rahat südü içirik evdə. İnələri necə qulluq edirlər. Təmiz, tərtəmiz. Hazır. Hə, hörmətli izləyicilər, südü artıq texnologiya inkişaf edib. Əllə sağım yoxdur. Aparatla sağacağıq bu inəyin südünü. Boğazım da ağrır, qaynadıb içərik. Ver aparıram, ver aparıram. Yox, kəsidərəm, darıxma. Çəksin qaba. Ben bu operator kessin, koy operator kessin. Keçə, bir dəqiqə. Hı? Ne varsa? Ay inek. İnek. He bu can. Buzov değil bu. Traktor bundan asaq da, süt aparatı. Sen de birinci dəfə belə idin, hə? Yavaş-yavaş öyrənsən də. Görürsünüz, işəmişə var. Oldum, bunlar altlarına bulayıblar. Toka qoşsan. Bir özüm taxım, hamısını özüm eləyəcəm. Bütün inəklərdə 4-də olur da bunlar.
Mən özüm keçid edəcəm, dayan. Göstər. Bura var. O yerin aşağı. Şimdi biraz. Hə? Biraz. Keçidin? Oy. Çoğurdu yazdığım. Hazır. Baxın süd gedir. Nə qədər süd verir bu? O vaxt nənəmin inəyi vardı, heç bu qədər süd vermirdi. Baxın. Hörmətli izləyicilər, süd artıq avtomatik olaraq sağılır. Baxın, bu inəkdən hər cür istifadə olunur. Ətindən, dərisindən, bərəkətdir də, südündən, peynindən hətta. Birazdan peynindən, bu inək peynindən necə gübrə alınır, onu da göstərəcəyik. İndi isə süd sağırıq. Neçə litr süd verir qardaş bu? Bir günə 10 litr verir. Ondan da çox verir. Günə 25 litr. Bir sağıma. Bir sağıma 10 litr, 25 litr verir. Maşallah, maşallah. Niyə çox verir ki, ay dayı? Nömrəsinə bax. SMS nömrəsidir. 15 16 95. Əllə sağanda daha çox süd alınır, yoxsa aparatla? Aparatla daha çox alınır. Baxın maladır, malın öyrətməyidir. Buna da Buna öyrəşirlər bunlar, ha? İşimiz bitdi. İndi neçə litr süd aldıq, baxa bilərik, nə qədər südü, aç bilək. Orada aparıb baxarıq, ha? Bu sən sağdım, mənə? Nə ağıllısan sən, hə? Nə yaxşı süd verirsən sən? Bəh, 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 isti süd. Bir vedrə sağdıq, maşallah. Yağı üstündə yağlı süddür. 11 litr. 11 litr süd verdi. Halal olsun o inəyə. Bu pişiklər də inəylə eyni şeydir. Pişiyə bax. Pişik də eynidir. İnəklərlə patsevetdirlər. Eyni rəngdədirlər. Bu inəklər necə qışqırır? O arabaya bildi ki ot çıkarır. Ot sözünü deyəndə bilirlər, ha? Acıblar, can, gəldim. Batdım mən. Gəldim, can. Acıblar mənim balalarım, gəlin. Nuş olsun. Yüyün doyun, süd verir. Can, necə acıblar, bunlar? Bunlara da ver, hə? Hə? Acmısınız? Hə, mən də acmışam. O qışqıran anı? Hansıdır o qışqıran? Gəl bura, hanı o qışqıran? Buzovlar. Qışqırmayın da, hanı olar? Niyə qışqırırsınız? Yemək süd gətirmişəm də, biraz gözü çox olsun. Ayıbdır, qonaq var. Yiyin. Bəli, hörmətli izləyicilər, gördüyünüz kimi verilişimiz davam edir. İnəkləri görürsünüz, yemlədim, südün sağdım, peyvənd prosesini göstərdim sizlərə. İndi isə bu heyvanların peynindən, əli də gülür, peyin, bu inəklərin peynindən necə gübrə alınır, baxın o prosesi göstərəcəm. Diqqətiniz iş həmişəvərdə olsun, çünki bura çox maraqlıdır. Bugün də yenə də deyirəm ki, iş həmişə var. Salam ay dayı. Nətərsən, nə var, nə yox? Sağ olun. Adınız nədir? Elçin dayı. Birinci əlinizə baxım, görüm zəhmətkeşsiz yoxsa yox. Baxın, zəhmətkeş olmağı əlindən bilinir. Sözlə ifadə etmək olmur da onu, hə?
Hə, nə iş görürsünüz burada? Bu dostlar nə işdir? Yorulmayasınız. Peyin vururlar kisiyə, istəsən. Peyin də bildiyim mal peyini. Hə, mal peyin. Gübrə emal edirsiniz bunlara. Burada gübrə istəsəlik, qurtla. Qurtla. İndi o tərəfə birazdan o haqqda birazdan danış. Vururuq kisiyə, Hə, sonra ağzını bağlayıb ısladırıq. bildim. İndi bütün prosesi eləyərik. Mən başlayım onlarla işləməklə. İcazə versiniz. Hə, gəlin. Uşaqlar. Verin mən yükləyim. Verin. Sizə biraz kömək edeyim. Bunu indi vururuq, bura hara aparırıq dayı? Suya niyə atırsınız? Peyin həm islanmalıdır, həm də ki, tərkibində duz, nə deyim, 0,17-dən yuxarı olanda duz yaxşı işləmir. Duzun da o su biraz yuyur aşağı. Bu ilkin prosesdir də. Bu gübrənin alınması üçün ilkin prosesdir. Deyir bunu mal peyinin yaxşı qaz olur bunun içində, yanır bu. Olur. Hə dayı, bunu deyirsiniz ki 6 ay burada saxlayırsınız. Burada niyə 6 ay saxlayırsınız ki? Bunun Bu yanmalıdır, içində olan o qaz. yanmamış qazlar çıxmalıdır. İçindəki olan... Heyvanın qazı çıxır da. Hə, o peyin içində olan qazlar. Hə. Karbon oksit qazı var, çıxır, azalır. Həm də ki, içində olan yanmamış otlar zad qaçır, onlar çürüməlidir. Hə, başa düşdüm. Yəni çürüyüb hazır. İndi 6 aydır bu buradadır. Hə, 4-6 ay müddətinə qalır. İndi hörmətli izləyicilər, bu peyini birazdan siz başqa bir formada görəcəksiniz. Həqiqətən biraz ağır işdir. Ümumiyyətlə deyirik ki, biz ağır, amma hər işin öz ağırlığı var, hər işin öz çətinliyi var. Bu gübrəni də hazırlanmadan məqsədsə, kənd təsərrüfatında istifadə olunur bu. Bunu elə bir mən görmüşdüm rayonda. Tutaq ki, əkin əkəndə bu heyvanın peyinin birbaşa verirlər ağaca, bitkilərə. Siz onu birbaşa vermirsiniz də, bunu emal edib sonra verirsiniz. Birbaşa verəndə, məsələn, bunun o ziyan verici həşəratlar yoxdur. 100-dən yuxarıdır. Meyvə tələbə ziyan verici həşəratlar. Onların hamısının burada süfrəsi var. Otu yiyəndə heyvan onun üstündə gəlib düşür bura. Gəlib çıxıb bura. Otların kötküləri, toxumları. Bunun hamısını o qurtlar yer məhv edir. Başa düş. Ondan əlavə burada onu yedin elə bir şirəb var ki, həmən bu peyin 2 qat, 3 qat güclənir tərkibi. Qurt bəladır maşallah. Gəlin getdik indi bunu atmalıyıq ora. Ağızları bağları basırıq. İyi də gəlmir, nə yaxşı. Bura atırıq. Sağlı suyu içini ıslanır. 2 gün, 3 gün müddətinə qalır. Həm peyin özü ıslanır, həm də onun tərkibində duz. İndi biz buradan peyin götürüb, indi burada 2 gün olan var da burada. Götürək indi aparaq indi içəri. Araba gətirin. Araba gətirin. Deyən özüm gətirirəm mən, dayan. Hanı araba? Hə. Arabalar gəldi. Yüklüyürük bura. Hə, bunlar hansılar yüklüyür, hə? Elə bunlar. İki dənəsi yoxsa? Öz 2 dənə aparım, yaxşı, rahat aparım da. İndi içəri gedirik. Tutaq ki, bunun suyudur da, bu gübrənin suyu. Onun suyunu nə edirsiniz? Ondan da istifadə edirsiniz yoxsa? Suyu çəkilir deyib gördüyünüz ağaçlar hamısı onunla gedir. Onun suyundan ağac. Bu da gübrə, suyu da gübrə olur onda. Suyu da gübrədir, peyindir. Peyin də. Burada heç nasılmır, hamısı istifadə olunur. Maşallah, zibil çıxmaz buradan. Yox. Ən böyük zibildən siz keyfiyyətli bir şey istehsal edirsiniz. Bunları da yandırırsınız. 3 ay qalıb, 2 ayda qalmalıdır ki, hazır vəziyyət üçün bunun üçün işlədir. Bunları hardan alırsınız? Bu qədər heyvan hardan? Ətrafımızda maldarlar var, saxlayırlar, onlardan alır. Quş peyini istifadə olunmur? Onun da istifadə eləmək olar, az miqdarda qatmaq olar. Qatmaq olar, hə. Amma ən keyfiyyətlisi deyəsən... Ən keyfiyyətlisi rahatı budur. Getdik dayı, gəlin gedək, iş davam edin. Demin ki, iş yoxdur, işləyən üçün həmişə iş var. İndi bunu boşaldıb, açıb ora boşalmalıyıq, hə? Hə, açıb, boşanıb, əzilməlidir. Hə, deyən. İçində böyüklər əzilib, əzilib yumurta kim olmalıdır ki? Su istada bilsin sonra. Sonra, bundan sonra da islanır, yoxsa necə? Bu islanmasa qut yeməz onu. Qut nəmişliyi sevir. Bunda gerək hardasa nəmişlik paslayan olur.
Hə. İndi bunu necə əzirik ki? Bir də göstərin. Əzini elə eləmək lazım ki, yumurtadan irisi olmaq qalmasın. Verin mənə. Bunların hamısını əzirik, ya? Hə, bunlar əzirik, atırırıq. Əzəndən sonra nə edirik? Atılır bura. Ora atılır. Bunun üstüne atılır deyib ortada. Hə. Bir gün, 2 gün qalır, yerimiz qurt yiyib qutardıqcan azaz verdiyi yollara yiyir. İndi gedin baxın içəridə gör yeyib qutarıbsa biraz aparaq verək qurtlara. Axşam yeməyi. Onlar hansı birinin üstünə də vermək olar. Yeyib qutardıqcan. İyi gəlir ki. Soxulcan ara, bu peyin ara, bu qurt ara, bunların hamısını birazdan biləcəksiniz. Odur ki, diqqətiniz ATV-də olsun. Üstüdən? Hə. Ay dayı, o soxulcandır da nə bunlar? Adi soxulcan, bu torpağı içində olan soxulcanlar. Və bu soxulcandır, amma buna Kaliforniya soxulcan deyil. Hə, Amerikalıdır. Amerikadan gətirirlər. Maşallah, maşallah. Bunu özümüzkilərə nə olmuşdu onlardan istifadə eləmiş? Onlar yediklərini bu qədər tezliyindən ifraz eləmir. Gündə o qədər istehsal eləyə bilmir, ona görə. Başa düşdüm. Bunlar elə bil ki, 2 dənə qurt gündə 1 qram yeyir. Onlar o qədər ifraz eləmir yedikləri. Başa düşdüm. Ona görə də soğular gətirirlər. Getdik. Hə, indi daxil olduq qurtların yanına. O özünü agronom kimi sınadı. Adınız nədir? Vəzifə. Bu vəzifədə neçə ildə işləyirsiniz? Bu vəzifədə çoxdan. Yeni gübrenin hazırlanmasına el attı. Burada hazırda 1 milyon dənə, baxın, bu qurtdan var. İş yoktu demeyin. Zəhmətkeş həmişə öndə olmalıdır. Birazdan Zəhmət çəkəsən ki, yiyəsən də Bəli. çörək kim verər adama? Heç kim. iş həmişə vara baxsaz, biləcəksiniz ki, işləyən üçün həmişə iş var. Onlar üçün də iş həmişə var, o qurtlar üçün də. Ay dayı, gözü görmür. Mən operatorum anarana bə. Bura haradır? Bu qaranlıq otaq. İçəridə qurt saxlanan yerdə bura qaranlıq olmaz. Yatıblar ki qurtlar onu. Yox, qaranlıqda daha yaxşı işləyirlər. Hə, onlar üçün də iş həmişə var, o qurtlar üçün də. Onlar gecə-gündüz işləyirlər. Gecə-gündüz işləyirlər. 24 saat işləyirlər qurtlar. Ən zəhmətkeş qurtlar bunlar da. Baxın, hörmətli izləyicilər, özümüz işıqları söndürmüşük ki, söndürüblər ki, bura qaranlıq bir məkandır. Burada deyirik ki, dayı, qurtlar ancaq qaranlığı sevir. Gözlərinə işıq düşür, işləmirlər, otururlar, bir-birlərinə söhbət edirlər. Bunlar gün işığından qorxur. Qorxurlar, hə. Belə olanda çıxım onun üzü görsə qırdalayıb yeyirlər. Hə, İşıq yeyirlər. olanda üzü çıxıb yeyə bilirlər, qalır. Hə, başa düşdüm. İndi bir dənə qurtdan göstərin də, bayaqdan danışırsınız, qurt belə, qurt belə. Kaliforniya qurtu, nəm Azərbaycan qurtu. Hə, bunlar Kaliforniya soxulcanlardır. Bəlkə işığı yandıraq, gözü görmür. Əmi oğlu, bir dənə zəhmət olmasa işıqları yandır. Hə, qurtlar bunlar da. Gözü qırmızı Kaliforniya soxulcanı. Qırmızı, bizim həyətdə bu soxulcandan o qədər var idi ki. Eynidir də, eyni deyil. Yox, bizdəkilər bu qədər yemir. Bunlar yemək qabiliyyəti güclüdür. Ona görə yediyin tez bir müddətdə ifraz edir. Bunlar bu cərgəni bir aya yeyir. Bir aya bir dənə cərgə yeyirlər. Hə, burada da 4 cərgən bir maşındır. Bir söz deyim sizə. Bir maşın peyini bir aya yeyir bunlar. Maşallah pistör. Neçə dənə burada bu qurtdan var? Valla biz alanda 3 cərgə, 4 cərgə almışdıq. Elə bir ki, miqdarı 10-12 kilo qədərlik elə. Tutaq ki, burada 1 milyon, 2 milyon olar ha? Amma indi bu saatları bunun hər bir cərgəsində 40 kilo, 50 kilo qurt var. 40 kilo, 50 kilo o deməkdir ki, neçə dənə ilə saysaq 1 milyondan çox olar. 1 milyondan çox olar. Hazırda burada 1 milyon dənə... Nə qədər çox olsa, peyni bir o qədər tez yeyir. Burada hörmətli izləyicilər... 20 günə bu cərgəni, burada az olsa bunu 3 aya yeyir. Çoxsu 1 aya yeyir, 20 günə yeyir. Burada hazırda 1 milyon dənə, baxın, bu qurtdan var. İndi gəlin bu peyni tökək bura. Mənə maraqlı bilsin nədir? Bu mal peynidir. Bu mal peynin yeyir və bu gübrəyə çevrilir və bu mal artıq söhbətdən çıxır da. Malın peyni yeyir. Olduca bioqonus. Bioqonus. Qurdun öz gübrəsi. Öz gübrəsi.
Bunun içindən nə var? Nə daxildir bunun içinə? Bu elə bir ki, peyindən 3 qat güclüdür. Ha. Bunun bir maşınından 5 maşın 3 ton ya 3 tonu 25 ton peyin əvəz edir. Ha. Bir də söz deyim də, tutaq ki, bu qurtlar buna nə əlavə eləyirlər də? Hansı maddələri əlavə eləyirlər? Buna əsas o qoms deyilən yoxdur, turşu. Əsas onu eləyirlər. Malda o turşudan az olur da bu. O turşudan az olur. Həm də ki, məsələn, 25% tərkibində azot var. 10% kali var. 8% fosfor var. Ondan sonra maqni 3%, dəmir. Amma bir şey var ki, məsələn, mal peyinində dəmir, ağır metallar. Çoxluğundan başqa o bitkinin yeyəcək halda deyil. O qalır 5-6 il torpaqda yemir. Amma bu elə vəziyyətə gəlir ki, torpaq bitki onu 1 ay, 2 ay içərisində mənimsəyib yeyə bilir. Tutaq ki, xəyar pomidor əkirsən həyətdə, bu alaq otların əlindən tərpənmə olmur. Gübrə verirsən, bu alaq otları çoxalır. Hələ o mal peynindən gəlir də həmin alaq otları. Bunda alaq otları olmur deyəsən. Yox, onu çürüyür, burada hamısını qurt yeyir də. Qurt yeyir hamısını. Onu da yeyir. Məsələn, bunun içində olan xəstəlikləri çoxu yeyir, ziyan vericilərin qabağını alır. Qurt bəla düşür. Bunu xeyir olur ki, yazda bitkilər əkəndə zəhərli gübrələrdən o istifadə az eləyirsən. Azot falan vermirsən. Peyni verəndə elə bir peyinlə bərabər yerə o həşəratları da səpirsən də. Başa düşdüm. Amma bunun içində yeyilir, o qırılır, az miqdarda olur. Bundan torpaq iyi gəlir. Yeyiləndən sonra bundan heç iyi gəlmir. Azca torpaq kimi sazlı olur torpaq. Orada biraz qurumuş. İndi hazırın görəcəyik birazdan, gedib baxarıq. İndi bunları əlavə eləyirlər. Bunun üstü yeyilir, bunun aciz şəkildə verəcəyim onun üstünə. Ver qardaş, ver mənə verin, ver mən verim. Laxotdan nə elədir? Laxotdan verir sana. Belə verir, hə? Hə, tök üstünü. Baxın, görürsünüz. Zəhmət olmasa arxanı da göstər. Neçə cərgə hazırda burada qurtlar var. Bunlar hərəsi bir ay ərzində bir cərgəni yeyir. Və burada görürsünüz, bu tərəf malın, heyvan gübrəsidir. Bu tərəf isə qurdun son olaraq emal etdiyi, mədəsindən keçirdiyi və tam hazır, necə dedirsiniz, biogomsdur bu. Baxın, ən keyfiyyətli gübrə bu hesab olunur. Qurt bunu yeyib, tutardı, yanına təzə mal peyni tökür. Bildim. Olduğuna görə keçir onu. Burası görə eyni qaydada da davam edir. Hə, indi gedək bu son mərhələni görə, qurumuş halda bu peyni görək və ondan sonra keçək bu peyindən istifadə eləyə-eləyə aqronom işinə də bitkiləri bəsləyək. Olar, getdik. Orada termometr görürəm və burada duş görürəm. Deyəsə çimizləyirsiniz qurtları belə. Yox, bu peyin gündə 3 gündən bir üzü islanmalı ki, qurd onun izin gəlir. Neçə dərəcə istilik olmalıdır? 18-17 dərəcə. 18. İstilik olmasa burada, biz bundan bunu məcburuq ki, xəzəlin arasına yığaq, qışda yatırdaq. Deyəsən kombi də var bunlar. Qurtları necə qulluq edirsiniz? Əmələ başı, yedirirsiniz, çizdirirsiniz, çimizləyirsiniz. Qulluq olan məsələ gübrə istehsal olunmur. 18 dərəcədə saxladıqda qurt yaxşı işləyir. Ondan aşağı olanda yığışır, yatır. Çöldəki necə qurt yatır, o formu yatır, işləmir. Ona görə də pastanı burada istiliyi saxlamaq lazımdır. Qurd işləyən temperatur saxlamaq lazım ki, qurd işləsin. Bu elə bir qurtlar necə çoxalır? Yumurta qoyurlar? Yumurta qoyurlar. Ayda yumurta qoyur, hərəsi bir dənə. Bunun bunun sonu nə olacaq? Bunlar arta gərək əhatəni genişləndirəsiniz siz yavaş-yavaş. Qabaqdan deyir, balaca yerdir. Balaca yerdə başlamışdır. Yer işləndirdik bura. İndi orada genişləmiş. O yüzden boş yerimiz var, orada artacaq, orada genişləndirəcək. Basarıq Bakını, bu Kaliforniya qurtları. Bassa yaxşı olar da. Bu həm zibili məhv eləyir. Nə çürüyən bilən nə varsa, onu yeyir. Hamısını yeyir. Hə. Dayı. Bu təpə nədir? Bu hazır məhsuldur. Sərlik burada quruyur. Hazır məhsul quruyur, hə. Biraz suyu çəkilir. Ondan sonra üstə vururuq. Lazım olanı setkadan keçirib istifadə edilir. Bu aparat nədir? Bu setkadan onu keçirmək üçün. Hə, xotdun bir də keçidə görə nə tər keçir? Setkadan keçirmək üçün oyunda şeylər keçir.
Saxla qardaş, saxla. Hə, burada artıq da böyüklər. Buradasa hazır. Hazır gübrə. Son olaraq gübrə bu belə olur, hə. Gübrə budur, bax. Baxsan içində qurd elə yevki, burcu qum şəkili. Qum şəklində olur həqiqətən. Halal olsun o qurta. Nəslim çoxalmaq lazım bu qurtlara. Baxın. Bir sual verim. Bu gübrələ bildik ki, bitkilər qidalanır, kənd təsərrüfatında istifadə olunur. Daha nə üçün istifadə olunur? Yoxsa biri odur? Mən o günlər Türkiyədə bu bir kanalda göstərirdilər. Gördüm, demək bunun içində işləyən adam əlində yaralar varmış, şəkər xəstəsiymiş. Hə. Bunu əlin bunun içinə soğuk, bax ki, əlindəki yaralar tez sağalır. Və bunu həkimlərə xəbər verib, gəlib ondan indi krem istəyirsən verir. Əldə Gübrədən krem düzəldəcəklər. Hə, düzəldirlər, göstərir kremlə düzəldiblər. Hə. O yaralara aparmaq üçün krem düzəldib istifadə edir. Hamısı o qurdun işləri də. Həm bu qurdların işləri. Gəlin, bu da hazır məhsul getdi ora, Parnikə. Hə, gəldik Parnikə. Hə, bunlar artıq əkilib bu güllər, hə? Hə, bu güllər əkilib. Nə güllərdir bunlar? Prima. Prima güllərdir. Bunlar artıq peyni verilib, biz peyin verənmərik. Yox, bunlara qomsdur, bundan verir. Hə, ver. 4 ildir ki, nə əkilir, hamısına ancaq bioqomus verir. Bundan verirsiniz. Başqa heç nə vermirsiniz. Yox, gübrə istifadə. Burada nə qədər var? Baxın, hörmətli izləyicilər. Bunlara necə qulluq olur? Su verilir, yoxsa yox? Bu sulaya bilərəm indi, yoxsa? Sulaya olmaq olur. Belə sulayırlar? Hə, üstündən yavaş-yavaş. Yavaş, belə? Qırılmaz. Belə? Belə sulayırlar, hə? Bu gündə neçə dəfə sulanmalıdır bu güllər? Gündə havana yola şey. Hə. Gündə bir dəfə sulanır. Hava sərin oldu, yağmur oldu. Gündən bir sulanır. 2 gündən bir, hə? Bu panikdə temperatur nə qədər olmalıdır? 20 dərəcə. Hə. Başa düşdüm. 20 dərəcə olmasa bu güllər inkişaf eləməz, saralar. Hə. Getdik indi digər panika görə orada nələr var? Görürsünüz, bura hazırda yağış yağır. Bu əsl yağış deyil. Bu gülləri sulamaq üçün olan bir sistemdir. Nə yaxşıdır, biraz gəzin bunun altında. Ay dayı, sən neçə ildir bu təsərrüfat işindəsən? Hə? Bəli. Neçə ildir bu təsərrüfat işindəsən? Çoxdan işləyirəm. Çoxdan işləyirsən? Hə. Neçə yaşınız var? 48. 48. İllərdir də bu bitkilərə becərsiniz, bitkilərə baxırsınız. Salam xanımlar. Yorulmayasınız. Deyəsən sizə gübrə lazım idi. Gətirmişəm. Hə dayı, bu adi torpaqdır. Adi torpaqdır. Biz bunu böyük həcmdə qatanda 2 arabaya bir araba bundan qatılır. Amma burada indi ki 1 vedrə, 3 vedrəyə 1 vedrə qatılır belə. Bunun yarısı qədər qatılmalıdır. Elə bir bu dipçəklərin əsas hissəsi bu qolmuşdan. 3-dən biri bundan olmalı. 3-dən biri bundan olmalıdır. Hə, bunu əlavə elədik. Bunun yarısını tək yarısını qəzərin təxminən. Yarısını? Hə. Olur yarım. Bir vedrəsə yarım vedrə dolma tökəndə olur 3-dən biri. Bəsdir? Hə, biraz da tök, biraz da tökən. Yəni bu qaşıqlı. Qaşıqdan kömək edim də sizə. Belə qarışdırırıq, hə? Sizin adınız nədir? Günay. Sizin? Günlərdə. Sizin xanım? Tərhanə. Tərhanə xanım. Görürsünüz, rəhmətkeş xanımlar gül əkirlər. Daşlar var. Çiçəkləri əkmək üçün necə qaraldı? Qara torpaq oldu. Baxın, fərqli torpaqdır. Valadır özünə. Bu elədir ki, məsələn, bunu qatırsan, nə belə? Məsələn, dipçək gül böyüyür olur, böyüyəndən sonra. Məsələn, ayda bir dəfə bundan təxminən bir stol qaşığı versən,
dipçəyi dəyişmək lazımdır. Aa. Başqa yeni o kötüyün yemi var deyən təzə şəkildə qalır. Başa düşdüm. Ayda bir dəfə biz stol qaşı verib müddətini, saxlama müddətini uzatmaq olur. Doldurduq bunu, hə? Doldurdum. Hə, göstərin, göstərin. Hı. Hə, bunu qoyduq bura. Yanlarına. Yanlarına çıxdıq. Hazır. Həsən. Birini əkdik. Baxın. Belə əkildi, hə? Götürdük buradan. Yo, ben var. Buradan biraz açtık. Dollar açırsınız bunu. Sonra su dəyəndə. Hə, bildim. Su dəyəndə tamam Açdı. yatır. Hazır şitildir. Açdı. Hə, tamam. Bunların adı nədir? Həmin çiçəklərdəndir bu, hə? Prima. Prima belə olur da. Yo, o gergin. Gərgindir, hə? O gergin. Birim Ceylanlı. adı o bir farklı çəkdiyi. Hardan alırsınız tumların? O hara növüdür? Azərbaycanda bitir yoxsa xaricdən alınır, hə? Siz neçə ildir bu işdəsiz? 3 ildir. Siz də 3 ildir? 3-4 ildə əkirsiniz. Bunlar sonra siz şəhərimizdəki dükanlara satırsınız, ha? Tutaq ki, bir neçə olur bu dipçəyin? O siz bilmərsiniz. Bilmirsiniz, hə? Siz becərsiz satış işi başqa insanlara baxır, hə? Oldu xanımlar, çox sağ olun, təşəkkürlər. Yorulmayasınız, işiniz həmişə olsun. Çok sağ olun. Sağ olun. Sağ olun. İndi də gedirik hara? Qərənfillərin yanına. Bir böyük bir plantasiyadır. Orada o həmin istixanada qərənfillər becərilir. İş yoxdur deməyin. Zəhmətkeş həmişə öndə olmalıdır. Birazdan Zəhmət çəkəsən ki, yeyəsən də Bəli. çörək. Çörək kim verər adama? Heç kim. iş həmişə vara baxsaz, biləcəksiniz ki, işləyən üçün həmişə iş var. Onlar üçün də iş həmişə var, o qurtlar üçün də. Hə dayı, burada xiyarlar yetişir, hə? Gəlin bir dənə baxaq. Xiyar əkilir, hə? İşçilər var orada iş. Gəlib istədiyin vaxt yeyə bilərsən, ona görə şamsı həmin gübrəyini də əkilir. Həmin gübrəni əkilir, rahat yemək olar. Hə, rahat yemək olar. Ona görə başqa gübrə verilmir, ancaq onun. Zadlıdır. Hə. Bunlar nə vaxt əkilib? 2 ay yaxındır. İndi bütün qış boyu bunlar bar verəcək. Hə, bunlar məhsul verir. O gübrədən tez-tez verirsiniz bunlara, yoxsa bu? Ayda bir dəfə. Birinci əkiləndə 200 qram verilir. Hı. İndi ayda bir dəfə 100 qram dibinə tökülür. Hər kola. Hər kilo. Salam ay qardaş. Yorulmayasınız. Xanımlar yorulmayasınız. Nətərsiniz qardaş? Çox siz necəsiniz? Sağ olun. Burada nə iş görülür qardaşım? Burada qızlar yarpaq vurub ləğəndə, həliylər, malı, həli boyu çatanda valideynlərimiz olar, bir axır aşağı. Bəli. Aşağı salırlar. Salırlar aşağı, tezdən məhsul götürürük, yəni də qulluq eləyirik. O dediğimiz şeylə, o qomusla zaten. Qomusun. Bəli, onların hamısı. Mən yaxınlaşım kömək eləyim bu xanımlara. Olar. Salam əleykum. Yorulmayasınız. Necəsiz? Nə edirsiniz burada? Bunları aşağı salırsınız? İpləri buraxırıq aşağı. Buraxdınız buna. Deyəm düşəyin elə edə bir yerdə eləyək. Ki elə götürək ki bir dəfəyə 2 nəfər eləsin. Xiyarlar dadlıdır. Dadlı xiyarlar. Eyni razımda buraxın. Yenə buraxın, oradan kurçaqdan. Yaxşıdır. Qaldı da o büslərlə çəkmək, o qalsın. Hə? Bu da qaldı. Hamısı olmalıdır. Yaxşıdır. Burada söhbət belədir ki, elə bir məhsul yığıldıqdan sonra siz salırsınız aşağı. Təzdən salırıq. Aşağı. Sonra çoxaldı yenə qaldırırsınız. Qaldırıb Özü qalxır da, sonra məhsulu yığandan sonra təzdən yarpağını vururuq. yarpağını da vurursunuz. Boyu çoxalsın. Boyu çoxalsın. Bunun nə qədər ömrü var bir kolun? Hə? Çox da azdır. 4-5 ay, hə? Yerə salırıq, təzdən qalxır, təzdən düşürdürük. Neçədə qalır? 10 metrə uzana bilir.
dərmanla biraz çəkib, amma olmuş. O həmin o qomus, həmin biz istehsal edim gübrən. 12 metrə izah olmalı. Yaxınlaşaq digər xanımlara. Yorulmayasınız. Toza görə. Yorulmayasınız. Sağ ol. Necəsiz? Ağzı niyə bağlamısınız? O toz olmasın. Hə, toz olma. Elə bilib qripsiz, ona görə bağlamısınız. Hə, açın danışaq, söhbət eləyək. Adınız nədir? Vəzifə. Vəzifə xanım. Bu vəzifədə neçə ildə işləyirsiniz? Bu vəzifədə çoxdan. Çoxdan işləyirsiniz, hə? Necədir bu zəhmət çəkmək? Bir də əlinizə baxım, görün əlinizdə bu mənim əlim kimi ağappaqdır, yoxsa zəhmətkeşdir. Baxın, zəhmətkeş əllərdir. Hə, burada elə bir həmin bayaq xanım, bütün xanımlar eyni işi görür, həmin işi görürsünüz. Deyirlər bu təsərrüfat işi çətindir. Bu işdə çətinlik görmürsünüz yoxsa yox? Çətinlik nədir bu? Çətinlik çəkməsən, bəhrinin görə bilirsən. Bəli, bəli. Gərək çətinlik çəkəsən ki, rahatlığını da görəsən. Bəli. Bu iş həmişə var, verilişimiz adlanır, iş həmişə var. Biz göstəririk ki, müxtəlif iş sahələrində həmişə iş var. Bugün bu təsərrüfatda işləyirəm və buradan səslənərdiniz. Baxın, bəzi insanlar var ki, işləmək istəmirlər, tənbəldirlər, işə can atmırlar. Həmin insanlara nə deyə bilərsiniz? Cavanlara. Cavanlara gərək işləyəsən ki, zəhmət çəkəsən ki, yeyəsən də çörək. Bəli, sıfırdan başlamaq lazımdır. Əlbəttə. Aşağı düzdür. Yeyə bilmərsən, çörək kim verər adama? Heç kim. Onun üçün də, onun üçün də. İşləyən üçün iş həmişə var. İşləmək lazımdır. Bəli. Bəli, hörmətli izləyicilər, görürsünüz, iş prosesini təkrarlamıram, onsuz hamıya məlumdur. Xanımların işi ondan ibarətdir ki, baxın, bu kollar 12 metrə qədər uzanır və bu kollar organikdir. Başqa heç bir gübrə verilmir. O bayaq istehsal elədiyim, emal elədiyimiz gübrədən verilir. O da qurd gübrəsidir, Qomos adlanır. Hə, indi də gedirik qərənfillər olan yerə. Məqsədim qərənfillərin yanına gəlməkdir. Gəldim xiyarların bezərildiyi yerə. İndi də yenidən üst tuturam qərənfillərin yanına. Diqqətiniz ATV-də olsun. Sağ olun. Gəl 5 vurun. Sağ olun. Hə, bayaqdan söz verdiyimiz kimi gəlib çatdıq qərənfil istixanasına. Gördüyünüz kimi böyük bir qərənfil plantasiyasıdır və burada qönçə qərənfilləri də görmək olar. Hazır, baxın, açılmış qərənfilləri də görmək olar. Qərənfil digər güllərdən dekorativ quruluşuna görə daha yaraşıqlıdır. Düzdürmürəm bəlkə? Düzdürmürəm? Güllərlə gözəldir. Hə, düz deyirəm ondan. Hə, ən gözəli də. Hə, necə də gözəldir. Baxıram, hələ tam açmayıb bu. Bunları necə bezərirsiniz? Həmin gübrə ilə bezərirsiniz, nə bunlar? Həmin gübrədən istifadə olunur. Dibçəkdə nə əkilir? Dibçəkdə əkilir, gübrədən istifadə edirik. Bir o qədər torpaqda əgər itki olur. Amma bu... Götürməsin. Bura nədir? Zəhmət olmasa anar göstərərdi. Xrizantema. Heç bir yerdə bu qədər böyümür. Heç yerdə böyümür, hə? Böyüyür, amma bu qədər bu boyda olmur. Həmən o gübrədən əkəndə yazda verilir. Ona görə də sonra biz özümüz də belə təəccüb qalıb ki, bu nə qədər belə böyümür. Day eşsən, sizin bu qədər işinizin bu qədər olması, işinizin həmişə olması o qurdlardan asılıymış həqiqətən. Oturun, durun, o qurdlara doy eləyin həqiqətən. O qurdlar olmasa sizin işiniz həmişə olmaz. Bu bitkilər belə böyüməz. Hər çölə bir şeydən çıxır da, bizimki də qurddan çıxır. Hə, biri daşdan çıxardır, biri palçıqdan çıxarır, biri sudan çıxarır, biri torpaqdan çıxarır, biri də qurddan çıxardır. Biri də qurddan çıxarır. Əsas odur ki, çıxara bilirsən. Əsas odur ki, pul qazanmaq olur. Dalanışıq nətər, yaxşıdır? Allah şükür. Allah şükür. Yaxşı. Gecə o tərəfə bir bağban qardaş var orada sulayır. Ona da bir kömək eləyim. Ağacların devini sulayım və verilişi yekunlaşdıraq. Yorulmayasan dayı. Necəsən? Bağban adınız necə oldu? Eldar. Bağban Eldar. Verin kömək eləyim sizə. Nə edirsiniz burada? Sulayırsınız da? Qolluq eləyirsiniz. Dayı neçə ildir bu sahədəsiz? Neçə bu sahədə, yəni canım bu sahədə çıxıldı. Əvvəldən bu, uşaqlıqdan bu işlə məşğulsunuz, hə? Bu bitkilərə sevgi necə yaranır insanda? Bunları qulluq eləmək üçün birinci bunları sevmək lazımdır, hə? Sevmək lazımdır, qulluq eləmək lazımdır, nə lazımdır? Hə, dilin bilmək lazımdır. Bitkidir də, yəni... Bu bitkinin adı nədir? Dekorativ bir bitkidir. Leylandır. Leylan da, şam ağacına oxşuyur, hə?
Həmişə yaşıl bitkidir. Gündəlik sulayırsınız bunu yoxsa yox? Həftədə bir dəfə. Həftədə bir dəfə. Baxır da havalara baxır. Həmişə işiniz olsun. Sağ olun. Sağ olun. Bu da xrizantema. Bu deyəsən Yaponiyada, Yapon gülüdür. Yaponiyada daha çox olur. Yaponların gerbi də hesab olunur bu gül. Hə, Yaponiyadan danışdım. İndi də biz sağollaşmadıq. Gələn həftə hörmətli izləyicilər görüşərik. Sağ olun siz də. Siz də sağ olun, gəlib çəkdiniz. Sağ olun. Bizim işimiz odur, zəhmətkeşlərin iş prinsipini göstərmək. Zəhmətkeş çəkmək lazımdır. Bəli, bəli, zəhmətkeş həmişə öndə olmalıdır. Zəhmətkeş ilə çəkilir. Bəli, bəli. Bəli, bugünlük də bu qədər. Təşəkkür edirik. Gələn həftə inşallah görüşəcəyik. Biz iş həmişə varıq, zəhmətkeşlərin iş prinsipini göstəririk və hər həftə deyirik ki, iş həmişə var. Əlbəttə ki, işləyən üçün iş həmişə var. Sağ olun, salamat qalın. Gələn həftə yenidən görüşmək ümidi ilə. İnformasiya dəstəyi Oxu Az İnformasiya Agentliyidir.